Salam dəyərli şagirdlər, bugün sizinlə birlikdə 5 aprel 2026-cı il tarixində Turan Tədris Mərkəzindən keçirilmiş 6-cı siniflər üzrə monitorinq imtahanının Azərbaycan dili fənnindən sualların izahına baxırıq. Birinci sual, Arifin digər uşaqlardan əsas fərqi nədə idi? Burada Arifin uğursuz olmağını ancaq həqiqəti gizlətmədiyini görürük. Ona görə doğru cavabımız elə A variantı doğru cavabdır. Cədvələ əsasən səhv fikri müəyyən edin. Padşah obrazına aiddir, Arif obrazına aiddir. Gəlin baxaq. Səhvləri istəyir. Padşah obrazı uzaq görən və müdrikdir. Bəli, bu doğru fikirdir. Dürüstlüyə yüksək qiymət verir. Bir də doğrudur. Mərhəmətsiz və diqqətlidir. Bu mərhəmətsiz olduğunu görmürük. Yanlışdır. Arif obrazına aiddir. Dürüst və vicdanlıdır. Doğrudur. Səbirli olsa da ümidini itirmişdi. Xeyr, ümidini itirməmişdi. Ona görə doğru cavabımız elə 3-5 B variantı olacaqdır. Mətndə çərçivə daxilində verilmiş sözü hansı sözlə əvəz etmək olmaz? Çərçivə daxilində verilmiş sözümüz müdrikdir. Müdrik sözünə deyir ki, əvəz edə bilmərik. Dərin dərrakəli, dərin fikirli, kəmalı yetişmişlə əvəz edə bilərik, amma səfeh isə onun əksi olduğuna görə doğru cavabımız C variantı olacaqdır. Daha sonra mətndə hansı sözlə başlayan abzasında mətnin tərkib hissəyə əlaqəsi olmayan cümlə işlənmişdir? Gəlin baxaq. Burada deməli, abzaslara diqqət yetirsək, uşaqların arasında Arif adlı kasıb, lakin çalışqan bir oğlan var idi. O toxumu evə aparıb ən yaxşı torpağa əkdi. Hər gün ona su verir, günəşin qarşısına qoyurdu. Lakin həftələr, aylar keçsə də, deməli, diqqətdə heç nə əmələ gəlmirdi. Həmən abzasın sonuncu cümləsində xarı bülbül çiçəyi Qarabağdan başqa digər ərazilərdə bitmir fikri mətnlə əlaqəsi olmadığına görə doğru cavabımız C variantı olacaqdır. Cədvələ əsasən doğru səbəb-nəticə əlaqəsini müəyyən edin. Səbəb padşah varisini axtarır, nəticə uşaqları sınaqdan keçirir. Dibçəyi boş idi, gül bitmədi. Nəticə Arif saraya getməyə utanırdı. Arif yalan danışmaq istəmirdi. Nəticədə saraya bomboş bir dibçəkdə gəlmişdi. Padşah Arifi varis seçir. Nəticə Arif dürüst hərəkət edir. Deməli, burada doğru cavabımız D variantı olacaqdır. Padşah Arifi varis seçir. Arif isə dürüst hərəkət edirdi. Hadisənin ardıcılını müəyyən edin. Padşahın sirri açması, Arifin toxuma bir il qulluq etməsi, uşaqlara qaynadılmış toxumların paylanması, Arifin boş dibçəklə saraya getməsi. Bəli, burada doğru cavabımız gəlin baxaq nə olacaq? Birinci, uşaqlara qaynadılmış toxumların paylanılır. Daha sonra Arif toxumu bir il qulluq edir. Arifin boş dibçəklə saraya gəlməsi və padşahın sirri açması 3, 2, deməli 4 və 1 olacaqdır. A variantı doğru cavabdır. Daha sonra mətndə hansı iki məfhum qarşı-qarşıya qoyulmuşdur? Qorxma, mərhəmət, çalışqanlıq və tənbəllik, nadanlıq və bilik, dürüstlük və hiləgərlik. Burada doğru cavabımız E variantı olacaqdır. Mətnin giriş hissəsinə aid plan bəndini seçin. Arifin dürüstlük imtahanı, padşahın varis axtarışı, boş dibçəyin sirri, qaynadılmış toxumların möcüzəsi. Deməli, burada doğru cavabımız B variantıdır. Yəni, giriş hissə əsas deməli, giriş hissədə əsas məlumat padşahın varis axtarışında olduğunu görürük. Ona görə doğru cavabımız B-dir. Sual işarəsinin yerinə yazılacaq fikri müəyyən edin. Arif və digər uşaqlar üçün ortaq cəhət, ümidini heç vaxt itirmir, sınaqda iştirak edir, dürüst davranaraq dibçəkləri saraya gətirir, hiləyə əl atır. Dürüst davranması Arifə aiddir, hiləyə əl atması digər uşaqlara aiddir, ümidini heç vaxt itirmir, Arifə aiddir. B variantı sınaqda iştirak etməsi hər ikisi üçün ortaq cəhətdir. Daha sonra mətndə bağlı verilən fikirlərdən hansı səhvdir? Padşah dürüst varis tapmaq üçün uşaqları sınağa çəkir. B variantında padşahın payladığı toxumlar əslində qaynadılmış toxumlar idi. Bu fikirlər doğrudur. Bütün uşaqlar saraya müxtəlif güllərlə gəlmişdilər. Arif toxuma qulluq etmək üçün tənbəllik etdi. Ona görə də gül bitmədi. Bu deməli yanlış variantdır və bizdən yanlışı istər. Ona görə doğru.
İkinci mətnimiz deməli ilk məşhur Azərbaycan şairəsi Məsud Gəncəvi haqqında məlumat verir. Gəlin suallara nəzər yetirək. 11-ci sual. Birinə Məsud Gəncəvi iracına rast gəlinmir. İnce ruhlu şeirlərə, dövrdən narazılığa, qədim musiqi aləti udda ifalara biz bu mətndən görürük. Ancaq möhtəşəm rəsm məsələləri mahir rəssam olmaq isə yanlışdır və bizdən də yanlış istədilir. Məsud Gəncəvi hansı dili daha dərindən bilirdi? Təbii ki, fars dilini, ona görə doğru cavabımız Cevari. 13-cü sual. Mətnə və Eyni-Venn diaqramına əsasən sual işarəsinin yerinə uyğun fikir yazın. Nizami Gəncəvi və Məsud Gəncəvi üçün ortaq fikir istənilir. Sarayda yaşamışdır, bədii əsər yazmışdır, sadə həyat tərzi sürmüşdür. Azərbaycan dilində əsərlər yazmışdır. Burada doğru cavabımız B variantı olacaqdır. Bədii əsər yazmağını biz hər ikisi üçün ortaq götürə bilərik. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada deyil? Gəlin baxaq. Burada doğru cavabımız deməli 1 sarayında, deməli Sultan Səncərin sarayında yaşadığı güman edilir. Bu məcazi mənalı deyil, həqiqi mənalıdır. Daha sonra şirin söhbətləri dərin kəmal burada məcazi mənalıdır. 2-yə baxaq. Səmimi hisslər burada məcazi mənalıdır. Daha sonra 4-də Əfqanıstanın onun adını daşıyan qız məktəbi də var və 5-də Nizaminin poemada yazdığına görə Gəncə sarayında şairəyə bir qəzələ görə xəzinə bağışlanmışdı. Və bu deməli məcazi mənada olduğuna görə doğru cavabımız D variantı olacaqdır. Daha sonra mətnin sonuncu abzasındakı danışdığı dillərin sayı çoxdur ifadəsi nəyi ifadə edir? Deməli, Məsudun müxtəlif ölkələrdə səyahətdə olduğunu, yoxsa onun əsərlərinin bir çox dünya dillərinə tərcümə olunduğunu. Bəli, burada doğru cavabımız D variantı olacaqdır. Deməli, onun danışdığı dillərin sayı çoxdur dedikdə, əsərlərinin bir çox dünya dillərinə tərcümə olunduğunu biz görürük. 16-cı sual. Mətnin məzmununa aid olan səhv fikri müəyyən edin. Şairənin yaradıcılığında yalnız saray həyatı ilə bağlı əsərlərə rast gəlirik. Şairin yaradıcılığında rübai janrı əsas yer tutur. Bəli, bu doğrudur. Şairə 12-ci əsrdə yaşamış qüdrətli sənətkardır. Doğrudur. Nizami Gəncəvi öz əsərində Məsud Gəncəvi haqqında məlumat vermişdir. Bu da doğru fikirdir. Bizdən yanlış istənilir. Yanlış isə A variantı olacaqdır. Şairin yaradıcılığında biz yalnız saray həyatına bağlı əsərlərə rast gəlmirik. Bu isə yanlış fikirdir. 17. Mətnə əsasən düzgün fikri seçin. Zamanəsinə heç vaxt narazılıq etməmişdir. Bu yanlış fikirdir. Türk dilində yazdığı əsərlər daha məşhurdur. Daha çox fars dilində yazmışdır. Şairə yalnız rübai janrında əsərlər yazmışdır. Xeyr, yalnız rübai yox, digər janrlarda müraciət etmişdir. Qəzəl janrında da əsərlər yazmışdır. Bəli, bu doğru fikirdir. Ona görə doğru cavabımız D variantı. Mətnin neçənci abzasında mətnin tərkib hissəsi əlaqəsi olmayan cümlə işlənmişdir. Burada doğru cavabımız C variantı olacaqdır. Gəlin nəzər yetirək mətnə. Deməli, ikinci abzasda Xurşudbanu Natəvanın yaradıcılığında da fars dilli qəzəllərə rast gəlirik. Bu cümlə mətnlə əlaqəsi olmadığına görə 18-də doğru cavabımız C variantı olacaqdır. 19. Mətnin əsasən aşağıdakı suallardan hansının cavabı yoxdur? Burada doğru cavab C variantıdır. Məsud Gəncəvi neçə il ömür sürmüşdür? Biz burada haqqında dəqiq məlumat əldə etmədiyimizə görə doğru cavab C variantı olacaqdır. Mətnə əsasən cədvəldəki boşluğu tamamlayan ən doğru fikir hansıdır? Səbəb, Məsud Gəncəvinin rübailəri bir çox dillərə tərcümə edilmişdir. Nəticədə, deməli, şairə yalnız fars dilində yazmaq üstünlük vermişdir. Bu yanlışdır. Məsud xanım 12-ci əsrin ən varlı sənətkarı hesab olunur. Bu səbəbin nəticəsi olaraq götürülə bilməz. Nizami Gəncəvi onun haqqında Xosrov və Şirində məlumat vermişdir. Bu da səbəbin nəticəsi olaraq götürülə bilməz. Ona görə doğru cavabımız B variantı qalacaqdır. Onun əsərləri bugün bir çox xalqların zövqünü oxşayır. Doğru cavabdır. Daha sonra 21-ci sual. Təbii fəlakət baş verdiyi halda hansı ölkə ən az ziyan görür? Burada biz cədvəldən aydın görürük ki, Yaponiya ən az ziyan görən ölkələrdən biridir. Hansı fikir səhvdir? Təbii fəlakətlər üçün ən az pay ayıran ölkə Çindir. Əgər təbii fəlakət olarsa ən çox zərəri ABŞ görər. Təbii fəlakətlərdən qorunmaq üçün görülən tədbirlər ABŞ sonuncu yerdədir. Təbii fəlakətlərdən qorunmaq üçün görülən tədbirlər Yaponiya birinci yerdədir. Burada doğru cavabımız A variantı olacaqdır. Çünki yanlış fikir istənilir bizdən. 23-də hansı ölkə təbii fəlakətdən qorunmaq üçün görülən tədbirlərdə sondan ikinci yerdədir? Bizdən sonu yox, sondan ikinci yerdə olan ölkə istənilir. Variantlarda ABŞ, Yaponiya, Çin və İngiltərə verilmişdir. Doğru cavabımız isə İngiltərə olacaqdır. D variantı.
Təbii fəlakət zamanı hansı ölkənin dağılma riski daha yüksəkdir? Dağılma riski daha yüksək olan ölkəni biz cədvələ əsasən ABŞ olduğunu görürük. Doğru cavab. 25-ci sualda hansı fikir doğrudur? Təbii fəlakət zamanı Çinə Türkiyədən çox ziyan dəyər. Təbii fəlakətlər zamanı İngiltərə ABŞ-dan çox ziyan dəyər. ABŞ təbii fəlakətlər üçün daha çox maliyyə ayırıb. Türkiyə təbii fəlakətlər üçün daha İngiltərədən çox maliyyə ayırmışdır. Doğru cavabımız C variantıdır. ABŞ təbii fəlakətlər üçün daha çox maliyyə ayırdığını biz bu cədvələ əsasən görə bilirik.